Hər vaxtınız xeyir olsun, gününüz xeyirli, uğurlu olsun. Bu idi haqqında bir 4-5 sual verdilər. İstədim ki, o 4-5 sualı biraz canlandırım. Demək, bu idi niyə deməm? İndi deyəcəklər ki, qınadılar ki, bivaydidir. Prosta mən bu idi deyirəm ki, çox adam rahatlıqla başa düşürlər. Bivaydi deyəndə indi qadınlar zadlar var, xanımlar zadlar var. Baxırlar, cavablandırmalar. Demək, bivaydi haqqında sual verirlər. Bax, mənim benzinim qutarıb, düzdür? Görürsünüz bax burada. İndi bu hevdir. Mən hevdədir. Bunu toka kestirmək istəyirəm. Bax burada knopka var. Görürsünüz ev. Bu tok deməkdir. Bu hibrid motor deməkdir. Həm benzin, həm batareyka. Bunu burada da D-nin bölümündə də hev kimi qeyd olunub. Görürsünüz hev. Onu bir dənə belə yuxarı eləyirəm. Bu burada keçdi evə. Burada göstərir ki, mən də 12 kilometr tokla sürə bilərəm. Həmin vaxtı daha heç nə eləmirsiniz. Maşını istədiyiniz kimi sürürsünüz, idarə edirsiniz. Yəni bu idini bütün modellərində demək olar ki, o sistemi var. Cial 05'dir, Gimplus'dır, Destroy 05'dir. Bu da taksidə 3 dənə modeli ən bərk gedir. Cial 05, Destroy, bir də Gimplus. Görürsünüz sürür. İndi mən bir də şey göstərim. Çoxları deyir ki, qardaş bu nətər ola bilər? Şimdi məndə benzin var. Prosto benzin 50 kilometrdən az qalanda deyə belə olur, yəni belə deyək, belə xətlənir. 50 idi, 50 olur, 49 olunur, xızı xəttlər əmələ gəlir. Sual verirlər ki, maşın sürə-sürə nə cür zaretkaya qoyurlar. Demək, bunu atırıq hevə. Gördünüz? Hev. Maşın ucu benzin motordur. Girirsiniz bax buna. Bunu aşağı eləyirsiniz. Burada görürsünüz. Var. Auto, var save. Bunu save qoyursunuz. Burada hev olur. Burada save olur. Gazı basırsınız, görürsünüz 12 kilometr göstərir ki, şey var. Maşın uca xoddandı. Bilmem səsi gəlir sizə. Səsi gəlmir. Maşın uca xoddandı. Xodlu vəziyyətdə bir neçə dəqiqə sürürsünüz. Bax burada save'də olur. Ha, avto özü belə deyək də sönür, yanır şeydə, amma save yazırlar, yəni save deyirlər. Qazı basan kimi motor xodlanır, benzindən xodlanır. Xoddana da həmin vaxtı zaretka verəcək buna. Mən də hal-hazırda indi çoxlarında faizlə göstərim. Mən onu şeylə qoymuşam, kilometrajla ki, bilim sürmək dərəcəmi ki, nətərdir, necədir, nə cür nədir. Mən indi hal-hazırda sürürəm. O sürdüyüm vaxtı da belə deyək də bu zaretka yığır. Baxın, mən indi sürürəm. Standart. Bir də ki, onu da deyim ki, zaretkanı belə də qoyma olur. Ən əlasıdır. Məsələn, düz trasta gedirsiniz, avtopilota qoyursunuz, qazı nə aşağı, nə yuxarı oynadırsınız. Avtopilotda 80 qoyursunuz, məsələn, geyirsiniz. Onu da dediyim kimi buradan save qoyursunuz. Buradan da evdə başlayır maşın zaretka yığmağa. Özü düz yolda daha tez yığır zaretkanı. Çem az. Və indi həmin vaxtı, bu vaxtı həm zaretka yığır benzin sayəsində, həm də şey eləyir, motoru idarə eləyir, maşını idarə eləyir. Mən indi prosto sadəcə sürürəm ki, 1% göstərim sizə, görürsünüz. Hal-hazırda bir məhəlləyə girmişəm, gedirəm özüm üçün. İndi bilmirəm, bu məhəl içində sürətim zəifdir deyə yığacaqmı, yığmayacaqmı? Amma motor həmin indi hal-hazırda abrotda işləyir və zaretka yığır. Çalışıram ki, göstərim ki, sizə bu idi maşın sürə-sürə, gedə-gedə necə zaretka yığır. Yəni, burada standart olan bir prosedurdur. Bu bütün bu idlarda eyni cürdür. Amma çalışın ki, maşını heç olmasa həftədə bir dəfə ya 15 gündən bir zaretkaya qoyun. Bu belə deyək də, zaretkaya qoymaq daha məsləhətlidir. Çünki batareykanın ömrü azalmır, eləmir. Bir də indi inşallah çoxları yazırlar mənə. Bu idinin bagajında o nasos olur da, özünüz bilirsiniz. Nasosun yanında da əlavə olaraq bir balon qoyulub. O balon nə üçündür, onun haqqında bir video istəyiblər. İnşallah növbəti videomda onun haqqında çəkəcəm, paylaşacağım. İndi hər halda stop eləmədən çəkirəm ki, dostlar, rahat görəsiniz. Bir də onu da deyim ki, qoy yaxşı yadıma düşdü deyim.
şarjı başqa cür də eləmək olur. Maşını saxlayırsınız. Bax burada görürsünüz D-dədir. Mən atıram parkovkaya. Qazı basıb saxlayırsınız. Qazı basıb saxlayırsınız. Gözlüyüm bir saniyə, bir çəkildim, yol vereyim. Parkovkaya atırsınız. Qazı basıb saxlayırsınız. Görürsünüz, göstərdi ki, zərətkə verir. 8 kW-la maşına zərətkə verir. Burada da göstərir. Bu minus olanda zərətkə vermək deməkdir. Görürsünüz, qazı buraxdım, itdi. Qaz səbət gördünüz, 13 kilometr oldu. Görürsünüz, göstərir ki, 13 kilometrdir. Düzdür, tək həm qazda döv var. Demək gördünüz, göstərir. Yandığınız yerdə parkovkaya atırsınız, qazı basırsınız, qazda da zərətkə yığır. Yəni, yaxşı şeydir ki, məsələn, gedirsiniz yolda, zapravkaya nə qədər qaldığını bilmirsiniz. Baxırsınız ki, burada 50 kilometr qaldı. Atırsınız tez şeyə, seyvə, başlayır zərətkə yığmağa. Baxmayın da bir 50 kilometrə belə dedi, düz yoldan 30 kilometrində bu polun 30 kilometr yığsa, orada qalacaq 10 kilometr zad yol. Təzədən 30 kilometrində baxmayın, 30 kilometrində batareykanı istifadə edirsiniz. Batareykanı istifadə elədiyiniz vaxtı, bir müddət yolu qət edirsiniz. Təzədən 10 kilometr benzininiz qalır, batareyka qutardı, təzədən maşın başlayır xodlamağa, yenə də ən azından bir 10 kilometrə bir 20% gənə bu yığsa 20 kilometr. Demək olar ki, 50 kilometrin içində siz 100 kilometr rahat gedə bilirsiniz. Yəni, zapravkaya qədər işi çatdıracaq. Bir də ki, bunun bir şey yaxşıdır ki, sürürsünüz də, məsəl üçün, bərkdən sürət yığırsınız, qazı buraxanda təkərin fırlanmaq sayəsində, təkər qazı buraxanda təkər fırlanırsa, eyni vaxtı yenə zərətkə yığır. Başa düşdünüz? Elə bir maşını sürürsünüz, sürdüyünüz vaxtı bərkdən gedirsiniz, 80-la. Qazı buraxırsınız, qazı buraxanda batareyka başlayır zərətkə yığmağa, maşın başlayır zərətkə yığmağa. Dostlar, kanalıma abunə olun, videolarımı bəyənin, mənə dəstək olun. Sağ olun, salamat qalın.